Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Xüsusi yağışlı bir gün gözlənilmir. Lakin axşam və gecə saatlarında, yəni günün ikinci yarısına etibarən axşama doğru və gecə saatlarında bəzi yerlərdə yağış olma ehtimalı var. Leysan yağışlar olmayacaq, növbəti gün üçün keçəcək şiddətli yağışlar hələ ki gözlənilmir. Amma təbii ki, müəyyən dəyişikliklər olduğu təqdirdə biz sizə buradan çatdıracağıq. Axşam və gecə saatlarında yağış olma ehtimalı var, amma ümumilikdə dəyişkən buludlu olacaq. Şimal-qərb küləyi əsəcək. Hazırda da həmin külək əsir ki, 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Gündüz, yəni gün ortaya doğru küləyin istiqaməti biraz azalacaq. 8-13 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Axşama doğru isə yenə bəzi yerlərdə, xüsusilə də yüksək ərazi yerlərində 20-25 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Yəni axşama doğru küləyin istiqaməti və gücü şiddətlənə bilirlər. Bunu mütləq şəkildə nəzərə alın. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütuna yüksələcək. Nisbi rütubət isə gecə və səhər 65-75% olacaq. Havanın temperaturu isə yalnız 14-17 dərəcə aralığında dəyişəcək. Əsasında 14 dərəcəyə qədər isti olacaq. Axşam isə 7-9 dərəcəyə qədər enəcək. Paytaxtımızla bağlı əsas məlumatlar bunlar idi. Bölgələrimizə keçid alırıq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək. Bu ərazilərdə yağıntılar yenə davam eləyir. Dağlıq ərazilərdə, bölgə ərazisi daxil olmaqla yağıntılarda həm şiddətli yağışlar gözlənilir, şimşək çaxacağı ehtimal var, dolu düşmə ehtimalı var ki, artıq bununla bağlı da xəbərdarlıq bölüşülüb və günün gedişatında qərb küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə hərəkət edəcək. Havanın temperaturu isə 13-14 dərəcəyə qədər isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də yağıntılar öz hesabında davam etməkdədir. Belə ki, günün gedişatında səhər, günorta və axşam saatlarında küləyin istiqamətində biraz dəyişikliyi var. İlk olaraq qərb küləyi 5-10 metr saniyə sürətlə və güclə hərəkət edəcək. Axşama doğru 15-18, bəzən 20-23 metr saniyə sürətlə və güclə davam eləyəcək. Havanın temperaturu 13 dərəcəyə qədər isti olacaq. Yağışlı bir gün bizi gözləyir. Qarabağ bölgəsi üçün şimşək çaxacağı və dolu düşmə ehtimalı da var. Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın bu ərazilərimizdə də yağıntılar davam eləyir. Qərb küləyi əsəcək, 20-23 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 13-14 dərəcəyə qədər isti olacaq. Söhbət gedən, yəni bu yağıntılar daha çox dağlıq ərazilərdə öz əksini tapacaq, amma təbii ki, bölgə ərazilərdə təsiri olacaq və günün gedişatında qeyd etdiyimiz kimi yağıntılar olacağı üçün, küləyin istiqaməti də güclü olacağı üçün həm temperaturun özü aşağıdır, həm də hiss edilən hava şəraiti biraz daha şiddətlidir. Qərb bölgəsinə keçid alırıq. Qərb bölgəsində də qərb küləyi əsəcək və qərb küləyinin gedişatı, şiddəti qərb bölgəsinə daha güclüdür. Belə ki, 20-25 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Günün gedişatında yağıntılar bu bölgə üçün də keçərlidir. Havanın temperaturu 13-14, bəzən 15-16 dərəcəyə qədər isti olacaq. Amma ümumi gedişatda yağıntıların çox olması və küləyin şiddəti təbii ki, temperaturu axşama doğru daha da aşağı düşməsinə səbəb olacaq. Küləyin istiqaməti və gücünün daha çox olduğu və narıncı xəbərdarlığa daxil olan bölgələrimizdən biri şimal bölgəsidir. Belə ki, şimal bölgəsində də bugün 20-23-25 metr saniyə sürətlə və güclə hərəkət eləyən qərb küləyi əsəcək. Yağıntılar olacaq və günün gedişatında havanın temperaturu dağlıq ərazilərə daha aşağı dərəcədədir. 4-9, bəzən 14 dərəcəyə qədər isti olacaq. Lakin bölgə ərazisində 10-14, bəzən 16 dərəcəyə qədər isti göstərsə də, təbii ki, hiss edilən hava şəraiti daha aşağı dərəcədədir. Və ən isti bölgələrimizdən olan Mərkəzi Aran bölgəsində də bugün yağıntı gözlənilir. Belə ki, yağış yağma ehtimalı var, şimşək çaxma ehtimalı var, bəzi ərazilərin dolu düşmə ehtimalı var və günün gedişatında qərb küləyi bura üçün də şiddətli olacaq. Belə ki, narıncı xəbərdarlığa daxil olan bölgələrimizdən də 20-25-28 metr sürətlə və güclə hərəkət edən qərb küləyi var və günün gedişatında havanın temperaturu yalnız 14-16 dərəcəyə qədər isti olacaq. Və son olaraq Cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində də yağıntılar davam eləyir, şimşək çaxacağı, güclü yağışlar olacağı ehtimalı çoxdur və günün gedişatında havanın temperaturu burada da bölgə ərazisində 14-16 dərəcə, lakin dağlıq ərazilərdə isə bundan daha aşağı dərəcədədir. 7-9, bəzən 11 dərəcə isti olsa da, təbii ki, axşama doğru temperatur getdikcə aşağı enəcək. Qərb küləyi əsəcək, 15-18, bəzən 20-23 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Amma əsas gedişat 15-18 dərəcə aralığındadır. Metr saniyə sürətlə və güclə hərəkət eləyəcək və günün gedişatında yağıntıların olması, küləyin istiqamətinin çox olması, temperaturun da aşağı olması buna dəlalət eləyir ki, hava bugün də məhz Cənub bölgəsi
etməsi üçün həddindən çox isti olmayacaq, yenə soyuq daha çox hiss olunacaq. Bunu mütləq nəzərə alın. Belə, həm paytaxtımız, həm də bölgələrimiz üçün keçərli olan hava haqqında əsas məlumatlar, informasiyalar bunlar idi. Xəbərdarlıqları mütləq şəkildə nəzərə alın ki, günün gedişatında hər hansı bir problem, xəsarət sizi qarşılamasın və havanın gedişatı, havanın dəyişkən bulutluluğu, nəyin necə davam eləməsi, hava ilə bağlı sizə müəyyən dərəcədə soyuq hiss elətdirsə də, əsas odur ki, əhval-ruhiyyəniz, ab-havanız daim xoş olsun, gününüz xoş yekunlaşsın. Biz isə indi qısa bir fasilə keçid alırıq, daha sonra proqramımız öz axarında davam eləyəcək.